Evet, bəs milli regionda oynasa tamaşaçı çox gələcək. Milli regionda oynasa regionun yaxşı stadionu olmalıdır. İndi biz gedək Tovuzda. Tovuzda oynaya bilmərik, polya pistində. Tribuna bir tərəfdə, oradan da tribuna, nə bilim, o beqavoy daroşkalar. Düzdür, Turanın azərkeşi var, gəlir, dəstək eləyir. Amma stadiona baxırsan, çəkilişə baxanda mən, vallahi acına gəlməsən, çəkiliş belə olaraq adam istəmir baxmağa oradakı futbola. Gün olsa, o tərəfdən gün gəlir, düşür. Heç belə çox eybəcər görsənir. Çempionatın özündə də pisdir. Daha yaxşı çəkiliş olsa, stadionlar olsa, adamlar daha məncə maraq olar. Amma baxırsan ki, o birisi Şamaxıda stadion belə beqavoy daroşka ilə. Zirədə buradan yuxarıdan çəkirlər. Birinci görsənmir. Mən ümumiyyətlə deyirəm ki, bizdə çəkiliş də problemdir. Çünki çəkilişin bəzi